Uşaqlıq travmaları yetkinlikdə insanın davranışına təsir edirmi? Bəli, uşaq yaşda yaşanan duyğusal yaralar yetkinlikdə güvənsiz münasibətlər, özünə inamsızlıq və emosional pozuntularla özünü göstərir. Hissləri boğmaq sağlam yoldurmu? Xeyr, duyğuları bastırmaq onların zamanla daha böyük formada geri qayıtmasına səbəb olur. Heç bir şey özünlə barışmış bir ruh qədər güclü deyil. Çalışın, hisslərinizi anlayın və onları doğru idarə edin. Valideyn və uşaq dostmu olmalıdır? Xeyr, valideyn-övlad münasibətləri elə valideyn-övlad münasibəti kimi olmalıdır. Sərhədləri, nizamı olan, amma sonsuz sevgi və şəfqət daşıyan münasibət. Panik atak ölümlə nəticələnə bilərmi? Xeyr, panik atak çox narahat edici olsa da ölümcül deyil. Sadəcə peşəkar dəstəyə ehtiyacı var. Psixoloqların danışanlarını seçməyi doğru haldırmı? Bəli, psixoloqlar danışanlarını işlədikləri sahə üzrə seçirlər. Bu da təbiidir. Köməyin çatmayacağın insan ilə işləməyin heç kimə faydası yoxdur.